Dostlar, bir də mən ilk vaxtlar Almaniyaya gələndə indi böyük şəhərlərə gedirik, qaynayırıq, qarışırıq, deyək ki, türklərin qəlyanxanasıdır, restoranlarıdır, ya indi ərəblərin də var restoranları, qəlyanxanaları, oturaq yerləri, dönərxanaları və burada da elə o mafiya tiplərin çoxusu. Burada da o mafiya tiplərin çoxusu, demək ki, Türkiyədən, Ərəbistandan, oradan buradan gələnlər, gələn bizimkilərdən də var, təzə-təzə düzələnlər var. Demək istədiyim nədir? Onlarla söhbət edirsən və görürsən həbsdə olanı da var, çıxanı da var. Səndən xahişlə, zəhmət olmasa, xahişlə, danke, bitte, danke schön. İndi Almanca olar, təşəkkür edirəm, zəhmət olmasa, lütfən. Bu sözlərdən ibarətdir. Yəni Azərbaycanca tərcüməsi o deməkdir. İndi təzə gəldiyimizə görə bizə fikirdə var da, yəni bizim o beynimizə yerləşdirib bizi bura hipnoz eləyib göndəriblər ki, Avropada eyni cinslərdir, Avropa üzr istəyirəm geydir, Avropa nə bilim qarışıq cinslərdir və təzə gələndə adam biraz bunların danışığına görə deyir, amma nə deyir mənə? Deyir ki, o sənə deyir zəhmət olmasa, lütfən, çox sağ ol, minnətdaram. Amma mafiyadır. Əməlli başlı həbsi də olub, bu adam da vurub, narkotiklə də tutulub, yəni bu adam mafiyadır, işləmir, gücləmir, mafiyadır bunun işi. Və mən elə bilirəm ki, bu, yəni mədəni danışdığına görə bizim ağlımıza soxublar axı. Mədəni danışdığına görə elə bilirəm ki, hə, bunlar da eyni cinslidir, üzr istəyirəm. Və sonradan başa düşürsən ki, insanların mafiyası da mədənidir. Adamların mafiyası da